Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr edilən avar çəkmə üzrə Prezident Kuboku 2026 reqatası Ağdərədə start götürüb. Qarabağın Dilbər Güşəsi Ağdərədə təşkil olunan tədbirdə əvvəlcə dövlət himni səsləndirilib. Sonra vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca reqatanın ilk dəfə Sərsəng su anbarında keçirilməsinin qürurverici olduğunu bildirən Gənclər və İdman naziri Fərid Qayıbov təşkilatçılığın ildən ilə təkmilləşdiyini deyib. Nazir idmançıların yarışdan zövq alacaqlarına inandığını bildirib. Ardınca nümunəvi çıxışlar start götürüb. Tədbir çərçivəsində milli musiqi və rəqs nümunələrdə nümayiş etdirilib. Daha sonra akademik avar çəkmə, kayak, kanoe, dragon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar keçirilib. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vurublar. Qeyd edək ki, Prezident Kuboku 2026 beynəlxalq reqatasının rəsmi açılış mərasimi sabah Mingəçevirdə keçiriləcək. Yarışda Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanistan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq.